Dünyada xəbər belə yayılır. Yəni Azərbaycanda Rusiya bağlı bir çətə hansısa çevriliş eləmək istəyiblər, dövlətə xəyanət eləyiblər və onlar artıq cinayət işi qaldırılıb. Yəni İngiltərədə bu xəbər belə gedir. Orada demirlər filan kəs var. Çünki onu kimdir tanıyan ki, orada heç kim tanımırlar, buradakı adamları heç kim tanımırlar. Siz indi də mən fikir verirəm ki, cəmiyyətdə əsas gözləmə belə darıxması var. Gəlin adını belə qoy, gözləmə darıxması var. Çünki cəmiyyət də sosial sifariş ondan ibarətdir ki, bu bir-iki nəfərdən ibarət olmamalıdır. Bu çətədirsə, dövlət çevrilişini cəhd eləyiblərsə, dövlət çevrilişi üçün gələn böyük bir komanda olsun da. Varmı belə komanda və olacaq mı sizcə belə adamlar, bu qədər həbslər bizi gözləyir bu adamları? Mən öz təbii ki, ehtimallarımı Təbii ehtimallar veririk. O hesab edirəm ki, o dediyimiz çetə deyirik ya, qrup deyirik, nə deyirik, dəstə deyirik deyək, o var. Və o yaradılıbdır, o formalaşdırılıbdır. Məni bütün bu məsələlərdə ən çox ağrıdan siz nə məqamda Kamran bəy, siz böyük türkçüsünüz də, mən sizi... Təşəkkür edirəm, çox sağ olun. Məni ağrıdan bir məsələdir və Ramiz Mehdi ümumiyyətlə mənim həyatımda bir qara bir izlər buraxmış bir adamdır və o hakimiyyətdən gedəndən sonra, yəni prezident aparatından gedəndən sonra praktik olaraq onun qələmi sındırılmışdı. Amma mən danışmadım. Onun haqqında bir kəlmə, hamı danışmağa başladı, mən danışmadım. Sadəcə olaraq bu dönəmdə, yəni bax bu dövlət çevrilişi məsələsi ortaya gələndə və o reallıqlar ortaya qoyulanda mən artıq dayana bilmədim. Biz niyə görə, bax niyə görə sizə deyirəm, siz türkçüsünüz. Bu adamın bir sözü məni yerindən tamam oynatdı. Yəni buna sual verirlər ki, 44 günlük müharibədə bizim... Mən təbii əvvəl dedim ki, fake-dir. Dedim, bu qədər bu şey var. Qələbəmiz haqqında, uğurlarımız haqqında nə deyə bilərsiniz? Mənə belə sual verməyin. Fake deyil. Bildim, bu fake deyil. Laf deyil, fake-dir. Bu adam bir dəfə çıxıb 44 günlük müharibə və oradakı uğurlarımız barəsində mətbuatda bir qədər danışır. O fake-dir. Yəni, bax, bu adama o qədər təsir edir ki, sən 3000 şəhid verəsən, qan tökəsən, 30 illik ağla gəlməyən işğaldan torpaqlarını azad edəsən, sən nə cür Azərbaycanlısan? Sən nə cür Azərbaycan türküsən? Rusiya inci baxı, o öz dövlətinə xidmət edir də, belə çıxır da. Yəni bu dövlətin içində bu qədər hökmranlığa sahib olasan, bu qədər belə deyək ki, nüfuz sahibi olasan, bu dövlətin idarəçiliyində, komandanın formalaşmasında söz sahibi olasan. İndi baxın, mən dünən baxdım rəqəmlərə, son illər ərzində, 5-6 ilin içərisində 9-a qədər icra başçısı tutulurdu, həbs olunurdu. Yəni qəribədir, tutulan icra başçıları var ha. Onların üzəridir. Axırıncı icra başçı fikir verdi, simalarına bir dənə fikir verin onların. Bir söz bir şeylə mən fizyonomistəm, o sözləri demək istəmirəm, amma bir-birinə oxşayırlar, belə sifət qəribə icra başçı sifəti belə. Eyni qəbil insanlardır. Yəni eyni qəbil insanlar. Elə bir eyni konveyerdən çıxır. Eyni də eyni aqibət yoxdur. Hamısında eyni bıraq var bəli. Eyni aqibətdə yaşayır. Yəni belələri hələ çoxdur. Belələri çoxdur. Bununla bitmir. Və təsəvvürünüzə gətirin ki, təbii ki, mən gözləyirəm ki, siyahılar çıxacaq istintaqın gedişatında. Bizə bəzən sual verirlər ki, kimləri gözləyirsiniz? Belə suallar vermək lazım deyil, çünki bu istintaqdır. Əgər gec-çək cinayət işini açmaq üçün qabarıq faktlar ortada olmasaydı, dövlət təhlükəsizlik xidməti qədər nüfuzlu bir qurumdur cinayət işini açmaqdır. Və ortada hesab edirəm çox şeylər var. Yaxın bir 10 gün içərisində, mən hesab edirəm 15 gün içərisində çox şeylər görəcəyik. Bəlkə də elə bu efirdən də bəlkə bəzi şeyləri biz müzakirə edəcəyik.